arasında gecə-gündüz tortu deyilən biskvit tortu bişirirəm. 5 ədəd yumurta və 1 stəkanın başından 1 barmaq kəm şəkər tozu mikserlə qarışdırılır. 1 stəkan un, vanil və qabartma tozu əlavə olunur. Soba listi yağlanıb unlandıqdan sonra soba listinə əlavə olunur. Biskvitin birini isə qara edirəm və üzərinə 2 çay qaşığı kakao əlavə edirəm. Kremi üçün 2 stəkan süd, 1 stəkan şəkər tozu, 1 xörək qaşığı nişasta və 1 xörək qaşığı un ocağın üzərində qaynayıb qatlaşana qədər bişir. 250 qram otaq temperaturunda olan kərə yağı mikserlə tam açılır və soyumuş, bişmiş qarışımın üzərinə hissə-hissə əlavə olunur. Biskvitlər ortadan 2 hissəyə bölünür və ağ-qara olaraq kremlənərək üst-üstə yığılır. Kremlənməmişdən öncə kənarlarından kiçik hissələr kəsib çıxartmışdım. Sadəcə ağ hissədən az idi deyə üzərinə biraz peçenya da əlavə etdim və gördüyünüz formada üzərinə bəzək verdim. Bişirən hər kəsə nuş olsun.